Toyuq kababını sevənlər, bu resepti mütləq saxlayın. Bugün manqalda elə ləzzətli toyuq kababı hazırlayırıq ki, əti həm yumuşaq, həm sulu, həm də inanılmaz dadlı alınır. Toyuq ətinin quru alınmaması üçün marinadı xüsusi hazırlayacağıq. Manqalda bişən toyuğun o gözəl qoxusu və dadı isə tam başqadır. Əgər siz də evdə ləzzətli toyuq kababı hazırlamaq istəyirsinizsə, videonu sona qədər izləyin. Gəlin birlikdə bu möhtəşəm kababı hazırlayaq. İlk olaraq 2 ədəd toyuğu doğrayırıq. Toyuğun dərisini mən çıxarıram, amma istəyənlər dərisini saxlaya da bilər. Sonra toyuqları doğrayırıq. Doğrayıb yuduğumuz toyuqların üzərinə bir böyük soğanı sürtkəcdən keçiririk. Soğanın suyunu da toyuğun üzərinə yaxşıca sıxırıq və sürtkəcdən keçirdiyimiz soğanı da əlavə edirik. Üzərinə 2 çay qaşığı duz, qara istiot zövqa görə mən yarım çay qaşığı qara istiot əlavə etdim. Yarım çay qaşığı sarı kök və 3 xörək qaşığı duru yağ əlavə edirik. Bir də evdə varsa çay otu da əlavə edirik. Bütün ərzaqları toyuqla birlikdə yaxşıca qarışdırırıq ki, marinad hər tərəfinə yayılsın. Toyuqları yaxşıca qarışdırdıqdan sonra süzgəcə yığırıq ki, artıq suyu süzülsün. Daha sonra toyuqları qaba yığıb soyuducuya qoyuruq və bir müddət marinad olmağa buraxırıq. Toyuqlarımız təxminən 4-5 saat marinad oldu. Əlbəttə bir gün əvvəlcədən hazırlayıb soyuducuda saxlasanız daha da ləzzətli alınar. Mən isə 4-5 saatdan sonra toyuqları şişlərə düzürəm. Əlavə olaraq tərəvəzlər də hazırladım. Tərəvəzləri doğrayıb şişlərə taxmaq üçün hazır vəziyyətə gətirdim. İndi isə toyuqları və tərəvəzləri növbə ilə şişlərə düzdük. Kömürümüzü yandırıb yaxşıca közərməsini gözləyirik. Kömür tam köz olduqdan sonra şişlərimizi manqala düzürük. Şişlərimizi manqala düzdük və toyuqlarımızın hər tərəfini qızarana qədər yaxşıca bişiririk. Kabablar bişməkdə olsun, biz də süfrəmiz üçün çoban salat hazırlayaq. Çoban salatı üçün bizə lazım olan ərzaqlar: pomidor, xiyar,
Və göyərtilərdən mən göyərti olaraq kişniş, şüyüd və reyhandan istifadə edirəm. Bir də soğan əlavə edə bilərsiniz. Salatımızın üzərinə duz və 1 xörək qaşığı zeytun yağı əlavə edib yaxşıca qarışdırırıq. Beləliklə çoban salatı da hazırdır. Kababın yanında servis etmək üçün isə qırmızı soğanı doğrayırıq. Üzərinə duz və sumaq əlavə edib yaxşıca qarışdırırıq. Soğanı da ayrıca boşqaba yığırıq. Budur, kabablarımız artıq hazırdır. Bəs siz toyuq kabablarını necə hazırlayırsınız? Şərh yazın. Sizin hazırladığınız üsulu da mütləq yoxlayacağam. Videonu bəyəndinizsə bəyənməyi, kanala abunə olmağı və mənə dəstək olmağı unutmayın. Göz haqqınızı halal edin. Sağ olun.